Salam dəyərli şagirdlər, xoş gördük hər birinizi. Artıq hər biriniz monitoring imtahanını verdiniz. Hər birinizi təbrik edirəm və biz artıq 5-ci sinif sayılırıq, 4-cü sinifi bitirib və yay tətilidir. Bu yay tətilini dəyərli olaraq keçirmək, yay tətilini düzgün dəyərləndirmək üçün sizlərə ödənişsiz izahlar təqdim edirik, davam edirik izahlarımızla. İlk izahımız riyaziyyat fənnindən sınaq 1-dir. Bundan əlavə olaraq məntiq sınağı paylaşılacaq, sonra məsələlər, yenidən riyaziyyat sınağı 2, məntiq sınağı 2 və məsələlər 2 bu formada davam edəcək. Siz bunlardan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağınız kifayətdir. Bu kanalımız şagirdlər üçün nəzərdə tutulub. Eyni zamanda izahlarımızı sistemli olaraq ödənişsiz WhatsApp qrupuna da göndəririk. 051 501 63 41 nömrəsinə yazmaqla həmin qrupa da qoşula bilərsiniz. Sentyabr ayından isə ödənişli dərslərimiz başlayacaq. İndi vaxt itirmədən keçək suallarımızın ətraflı izahına. Birinci sualımız, verilmiş rəqəmlərdən bir dəfə istifadə etməklə alınan ən kiçik 5 rəqəmli ədədi onluğa qədər yuvarlaqlaşdırsaq neçə alınır? Ən kiçik 5 rəqəmli ədədi yazmaq üçün və rəqəmlər bir dəfə istifadə olunmalıdır, yəni təkrar olmaz. Biz ən kiçik rəqəmlərdən başlamalıyıq. Ən kiçik rəqəm 0-dır, amma 0 ilə ədəd başlamadığına görə təbii ki, biz başlayacaq 2 ilə. Olacaq 2, 2-dən sonra gələcək 0, 3, 6, 9. Ədədi oxusaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 20.369. İndi bu ədədi onluğa qədər yuvarlaqlaşdıraq. Yuvarlaqlaşdırma da belə dalğalı bərabərlikdən, yəni təqribi bərabərlikdən istifadə edəcəyik. Onluq, deməli 6-nı qeyd elədik. Biz burada mərtəbə yuvarlaqlaşdırmada bilirik ki, qeyd elədiyimiz rəqəmdən sonra gələn rəqəm 0, 1, 2, 3, 4 isə dəyişmə baş vermir. Qalanlar 0-la əvəz olunur. Yox, 5, 6, 7, 8 və 9 rəqəmlərindən biri gəlirsə, bu qeyd elədiyimiz, yəni işarə elədiyimiz rəqəm bir vahidə artacaq. Deməli 2, 0, 3, bu 6-nı bir vahidə artırıb eləyərik 7 və özündən sonrakılar da 0. Olacaq ədədimiz 20.370. Doğru cavab D variantında. Deməli uşaqlar, bir sualla bir mövzunu hardasa biz təkrar elədik və 5-ci sinifdə də eyni mövzular keçiriləcək, yuvarlaqlaşdırma və s. və ilaxır, sadəcə daha təkmilləşmiş formada. İkinci sualımız, Natiq Səməddən 13 yaş böyükdür, Natiqin 36 yaşı varsa. Şəxs olaraq kimlərdən söhbət gedir? Qeyd edirik Natiq, buraya isə yazırıq Səməd. İndi Natiqin 36 yaşı konkret olaraq bizə verilib. Natiq Səməddən 13 yaş böyükdür. Bu o deməkdir ki, Səməd Natiqdən 13 yaş kiçikdir. Natiq Səməddən böyükdürsə, Səməd də Natiqdən kiçik olacaq da. Neçə yaş? 13 yaş. Yəni 36 nədən 13 vahid böyükdür? Belə də deyə bilərik. 36-dan 13-ü çıxarıq, onda bura olar 23. Deməli, Səmədin yaşı oldu 23. Həqiqətən də bundan 13 böyükdür. Bizdən isə hər ikisinin yaşları cəmini təzədən soruşur. Natiqin yaşını, yəni 36-nın üzərinə 23-ü əlavə eləsək, 9, 59. Doğru cavab C. Üçüncü sualımız, bunu tənli ilə də həll edə bilərik, amma daha rahat tam hissə modeli ilə sizə izahını göstərəcəm. Nəzrin 126 səhifəlik nağıl kitabını hər gün əvvəlkindən 9 səhifə çox olmaqla 3 günə oxudu. İkinci gün neçə səhifə oxudu? Birinci gün, ikinci gün, üçüncü gün. Tam hissə modelinə bura bir kvadrat çəkirik. İkinci gün, birinci gündən 9 səhifə çox. Onda kvadrat üstə gələk 9. Üçüncü gün isə ikinci gündən 9 səhifə çox. Onda kvadrat üstə gələk 9-un üzərində 9 yanında 18. İndi bu 3 günə 126 səhifə oxuyub, 126-dan çıxıram 9 ilə 18-in cəmi olan neçəni? 27-ni. Bu da bərabər eləyir 99. İndi 3 dənə kvadratın cəmi 99-dur. 99-u burada 3 yerə bölürəm, alınır 33. Məndən ikinci günü soruşur. İkinci gün bir kvadrat üstə gəl 9-dur. Bir kvadratımız 33-dürsə, 33-ün üzərinə 9 gəlsək, eləyər 42. Cavab A variantı. Dördüncü sualımız, 62 böl 4 bölmə əməlində qalıq və qismətin cəmi neçədir? 62-ni bölərik 4-ə çubuqlu bölməklə, 6 4-ə bir dəfə 4,
2 qalır. Bölünmür. Bu 1-2-ni düşürdürür aşağı. 22. 22 4-ə 5 dəfə 4. 20. 22-dən 20-ni çıxanda qalır burada 2. Deməli, bölünən bölənin atamın qismət qalır. Qismətimiz 15-dir, qalığımız 2-dir. Bizdən bunların cəmini soruşur. 15 üstə gələk 2 bərabər 17. Doğru cavab A variantı. Sonra baxırıq 5-ci sualımıza. Birinci vuruğumuz 7-dir. Bura qeyd edilir 7 vurulsun. İkinci vuruq bu ədəddən 35 dəfə böyükdür. İndi biz 35-i 7-yə vururuq. Görə ikinci vuruğumuz neçə olacaq? Həm də sizdə bu hesablama vərdişlərini də dəyərli şagirdlər xeyli artıracaq. 7 dəfə 5 35 yazaq 3 yadda. 7 dəfə 3 21, 3 də yadda elədi 24. Onda bizim ikinci vuruğumuz 245-dir. İndi hasili tapmaq üçün bunları bir-birinə vuracağıq. 245-i vuracaqsan 7-yə. 7 dəfə 5 35 yazaq 3 yadda. 7 dəfə 4 28. 3 də yadda 31 yazaq 3 yadda. 7 dəfə 2 14. 3 də yadda 17. 1715. Deməli hasilimiz 2 vuruğu bir-birinə vurandan sonra tapdıq ki 1715 imiş. Sonra 6-cı sualımız sürətlə bağlıdır. A şəhərindən B şəhərinə yola düşən avtobus bu yolu 4 saata, minik avtomobili isə 3 saata gedərsə, minik avtomobilinin sürəti avtobusun sürətinə nə qədər çoxdur? Bu A məntəqəsidir, bu da B məntəqəsidir. Dəyərli şagirdlər, bilirik ki, bizim sürət düsturumuz, yol düsturumuz S bərabərdir V vurulsun T'dir. S gedilən yoldur, V sürətli T zamandır. İndi burada bizə lazımdır ki, sürəti tapmaq. V-ni tapmaq üçün isə yolu, yəni S-i bölmək lazımdır zamana. İndi gəlin hər biri üçün bu sürəti tapaq. Minik avtomobilinin getdiyi yol 276-dır. 276-nı böləcəksən nəyə? Qoy buradan bölək 276-nı. 276-nı 4-ə böləndə minik avtomobilinin sürətini, daha doğrusu 4 saata avtobus gedib, avtobusun sürətini tapacaqsan. 27-ni 4-ə vuranda böləndə 6 dəfə 4 24. 3 qalır 36 da 4-ə 9 dəfə. Deməli, avtobusun sürəti 69 kilometr bölünsün saat. İndi gəlin tapaq minik avtomobilinin sürəti. Minik avtomobil isə 3 saata gedəcək. 276-nı bu dəfə 3-ə böləcək. 27 3-ə 9 dəfə 3 27. 0 bölünmür 6 da 3-ə 2 dəfə 3 6. Bu da 92 kilometr bölünsün saat. Ən sonda bu minik avtomobilinin sürəti, yəni 92 kilometr bölünsün saatın 69 kilometr bölünsün saatdan nə qədər çox olmağı bizdən soruşulur. 92-dən də 69-u çıxsaq qalar 23 kilometr bölünsün saat. Doğru cavab B variantı. 7-ci sualımız. 7-ci sual tam hissə kəsrlə bağlıdır. Deməli, burada həm hissəsinə görə ədədin tapılması var, həm də ədədin hissəsinin tapılması var. Əvvəlcə 5-də 2-si 26 olan ədədi necə taparıq? 26-nı bölərik 5-də 2-yə. Tamı da kəsrə böləndə uşaqlar 26-nı vuracaqsan bunun tərsinə 2-də 5-ə. Bunun üçün də 26 bölünsün 2 vur 5. Elədi 65. İndi bu ədədin, yəni 65-in 5-də 4-ünü tapırıq. 65-in də 5-də 4-ü buradan yazaq. 65-i böləcəksən 5-ə, vuracaqsan 4-ə. 13, 13-ü də 4-ə vuranda 52. Deməli, bizim tapdığımız ədəd B variantı 52-dir. Deməli, 8-ci sualımızda tutumla bağlıdır. Biz bilirik ki, 1 litrimiz bərabərdir 1000 millilitr. Burada çevirmə eləyəcəyik. 3 qab verilib və biz bunları qarışdırmalıyıq. Qarışdırmaq təbii ki, toplayacağıq. 1 litr 250 millilitr 1250-dir. 1 litr 70 millilitrimiz isə 1070-dir. Bunun üzərinə 1070-i gələcək. 0, 7 ilə 5, 12 yazaq. 1 yadda, 2 bir də yadda, 3, 2320. İndi bunu üçün bir dəfəyə də toplaya bilərdik. Amma ayrı yazdım ki, tam başa düşəsiniz. Bu 2300-ü indi toplayacaq 3-cü ilə. Yəni 2320-nin üzərinə gələcək 1070-i. 1070, 0, 9, 3, 3. Deməli, olacaq 3390. Ümumi cəm olaraq. Və bunu 3 yerə bölək. 3390-ı 3 yerə bölsək. 3 3-ə 1 dəfə 3, 0, 3, 1, 3, 0, 9 3-ə 3 dəfə 3, 9, 0, burada 0. 1130 millilitr. Deməli, doğru cavab D variantı.
9-cu sualımız. Uşaqlar 9-cu sualda saatlar əqrəbi arasında bucaq. Əslində bunun üçün düstur var yuxarı sinifdə, amma ehtiyac yoxdur. Biz hələ ki sizə bunu daha rahat yolunu göstərəcəm. Saatı bilirik. Yəni burada saatdan sizdən vizual bacarıq tələb olunur. Saatı bu formada təsvir etməyə çalışsaq təxmini. Deməli burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bizə deyir 21:00. Hansı saat əmələ gətirdiyi vaxt iti bucağı göstərir. 21:00 nə deməkdir? Deməli, bizdə saatdır ki, saat əqrəbi olacaq 9-un üzərində, dəqiqə əqrəbi olacaq 12-nin üzərində və burada 90 dərəcə olduğunu görürük. İti bucağı isə 90 dərəcədən kiçik olan. Deməli, bu deyil. B variantına baxırıq. B variantında da yenə eyni şəkil çəkməyə çalışsaq 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, bura 12. 17, 50. 17, 50 deməli uşaqlar nə deməkdir? Saat 6-ya qalıb 10 dəqiqə. Deməli, burada saat əqrəbi təxmini olacaq 6-ya qalmış. Bu da 50 10-un üzərində. 11 bura düşür 10-un üzərində. Və bu da 90 dərəcədən böyükdür. Gördüyümüz kimi bizə iti bucaq lazımdır. Bu da deyil. C variantına baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Hamısını bir-bir çəkirəm ki, tam başa düşəsiniz. 14, 30 3-ün yarısı deməkdir. Deməli, bu bura gəlir 3-ün üzərinə təxmini. Bu da gəlir 6-ın üzərinə. Bu da 90 dərəcədir. Bu da deməli düz bucaqdır. Bizə iti bucaq lazımdır. Ən sonuncu D variantına baxsaq, təxmini olaraq bunu çəkirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, bu da 12. 4, 25, 5-ə işləyib 25 dəqiqə. Yəni, saat əqrəbi 4-ə keçib biraz. 25-də 5 deməkdir, 5-in üzərində. Deməli, bax, belə bir bucaq. Bu da elə bil, bax, belə bir bucaq alınır. Təbii ki, görsənir ki, bu iti bucaqdır. Doğru cavab D. 10-cu sualımız. 10-cu sualda sürəti saatda 80 km/saat olan minik avtomobil 8 saatda neçə kilometr yol gedər? Az öncə dedik ki, S bərabərdir V vurulsun T. Və burada məlumdur, S bərabərdir 80 vurulsun 8-ə. Yəni, gedilən yolu tapmaq üçün sürəti zamana vurmaq lazımdır. 0, 8 və 8, 64. 640 kilometr. Bu qədər dəyərli şagirdlər. Kanalımıza abunə olub paylaşmağı unutmayın. Həm özünüz yararlanın, həm sinif yoldaşınızı, dostunuzu yönəldin ki, kanalımız bu şairlər üçün olan kanal daha da aktivləşsin, inkişaf eləsin və siz həm 5-ci sinif, həm bundan sonra yaxın siniflərdə həm ödənişsiz, həm də ödənişli dərslərdən yararlana biləsiniz. Sağ olun, növbəti izahlarımızda görüşərik. Hələlik.